Bir ana olaraqdan qızımla məzun oldum. Bu illər ərzində müəllimlərindən eşitdiyim maraqlı söz nə oldu? Niyə dərs oxumursan? Niyə dərs oxumur? Dərs oxumur. Bəli. Xeyr. Dərsdən tez-tez qaçır. Xeyr. Daimi dərs olmuşam. Amma dərs oxumur. Dərs oxumurdum. Oxu adam ol. Hər zaman o cümləni istifadə edirdilər ki, dərsə niyə gecikmisiniz? İndiki sən 5 il ki sonrakı sənə nə demək istəyərdin? Ümid edirəm ki, indi ağlımda olan hər şeyi bacarmış olaram 5 il sonra. Öz sahən üzrə və öz ixtisasın üzrə daha da mükəmməl çalışıb və daha da karyerada yüksəlməyi arzulayaram və demək istəyirəm. Ən çox hansı maaşlı işdə işləmək istəyərsən? Maaşı nə qədər? 600-700-dən yuxarı olsun da. Oxumuşuq, əziyyət çəkmişik. İxtisasım marketinq olduğu üçün ən aşağı 1000 manatlıq işdə işləməyi düşünürəm. Dərsdən qaçdığın zamanlar çox. O qədər, çox sayda. İlləri geri qaytarmaq istəsəydin, ən çox nəyi dəyişmək istəyərdin? Açığı ilk kursuma qayıtmaq istəyərdim və xüsusilə burada daha ağıllı tələbə olub daha çox oxuyardım.